Əziz abituriyentlər, növbəti qəbul tipli bir sualımıza baxaq, maraqlı sualdır. Demək nə verilib? ABC bərabər yanlı düzbucaqlı üçbucaqdır. B təpəsində bucaq düzbucaqdır. AC hipotenuzdur. Deyək ki, bu üçbucağın bir kateti digər katetdən keçən müstəvi ilə, məsələn, qamma müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirir. Deyər onda bu üçbucağın hipotenuzu, yəni AC, həmin müstəvi ilə neçə dərəcəli bucaq əmələ gətirər? Alfa bucağını soruşur. Demək, nə edirik? Tutaq ki, bu üçbucağın katetləri AA bərabər olduğuna görə işarələsək, onda AC hipotenuzu olacaq A kök altda 2. Bildiyimiz qaydalara görə. Yaxşı. Sonra nə edə bilərik? BAK üçbucağına baxaq. Yeri gəlmişkən, AB katetinin A təpəsindən həmin müstəviyə bir perpendikulyar çəksək, onda burada ABK düzbucaqlı üçbucağı yaranır 90 dərəcə və bu 45 dərəcə olduğuna görə A təpəsindəki BAK bucağı da 45 dərəcə olacaq. Onda bu da bərabər yanlı düzbucaqlı üçbucaq olacaq. Deyək ki, bu katetlə də bu katet bərabər olacaq. Və həmin kateti necə taparıq? Həmin üçbucağın hipotenuzu A olduğuna görə hipotenuzu kök altda 2-yə bölməklə kateti tapa bilərik. Məsələn, A bölünsün nə? Kök altda 2. Sonra gəlirik hara? CAK üçbucağına düzbucaqlı üçbucaq deyə bilərikmi? Əslində deyə bilərik. Demək, AK düz xətti qamma müstəvisinə K nöqtəsində perpendikulyar çəkilibsə, K nöqtəsindən keçən istənilən digər xəttə də perpendikulyar olacaq elə bizim bu AK-mız. Yəni bu bucaq oldu nə qədər? 90 dərəcə. Onda bu düzbucaqlı üçbucaqda alfa bucağı nə idi? Hipotenuzla müstəvi arasında qalan bucaq. Məsələn, alfa bucağının nəyini yaza bilərik? Qarşısında duran katet A-ya görə məlumdur və hipotenuz A-ya görə məlumdur. Sinusunu yaza bilərik. Sinus alfa bərabər olacaq nəyə? Qarşı katet bölünsün hipotenuz. A bölünsün kök altda 2-ni böləcəyik nəyə? A kök altda 2-yə. Və oradan sinus alfa nəyə bərabər olacaq? Bunu vuracam bunun tərsinə. A bölünsün kök altda 2-ni vuracaq. A kök altda 2-nin tərsi nədir? 1 bölünsün A kök altda 2. Və A-lar ixtisar gedəcək. Kök altda 2-lər də bir-birinə vurulub olacaq nə? 1 bölünsün 2. Və alfamız sinusu 2-də 1-dirsə, alfa olacaq sinus 2-də 1, yəni neçə? 30 dərəcə. Və yaxud nə? Pi bölünsün 6 radianla. Yəqin ki, aydın oldu. Sağ olun, hoşça qalın.